Onlar düşüncə üzərinə işləyir. Bu BDT düşüncə üzərinə işləyir. Deyir ki, düşüncəni dəyişdirsən, duyğu dəyişər. Duyğu dəyişsə davranış dəyişər, davranışdan sonra başqa bir nəticə alarsan. Amma biz isə şuuralı terapistlər düşüncə ilə yox, duyğu ilə işləyirik burada. Biz deyirik ki, düşüncədən sonra duyğu yaranmır. Şuur altında olan duyğuya uyğun avtomatik düşüncə gəlir insan zehninə. Nümunəsi nədir? Sən yolda gedirsən, tanıdığın bir insan üzbəüz gəlir səndən. Sən götürüb ona salam verirsən, o sənin salamına cavab vermir, keçib gedir. Səndə avtomatik bir düşüncə yaranır. Məni saymadı. Məni saymadığından sonra nə olur? Səndə deyək ki, əsəb duyğusu yaranır. Gedib ondan ya dalaşırsan, ya məsafə qoysan, bunda bir nəticəsi olur. Onlar deyirlər ki, düşüncəni dəyişdir. Yəni məni saymadı deyil, o düşüncəni, o mənanı dəyişdir, duyğu dəyişəcək. Amma biz bilirik ki, o düşüncə avtomatik gəldisə, əsəb duyğusu yaranmadı. O duyğu elə şuur altında idi, ona uyğun bu düşüncə yarandı. O əsəb üzərinə işləsək, şuur altından o duyğunu təmizləsək, onunla bağlı travmaları işləsək, böyük ehtimalla avtomatik belə bir düşüncə gəlməz. Belə bir düşüncə gələ bilər ki, gör nə qədər fikirli idi, mənim salam verdiyimi heç görmədi. Orada mərhəmət hissi yaranacaq. Sən gedib ona yaxınlaşarsan, davranışın dəyişəcək, gedib yaxınlaşarsan ki, nəsə bəlkə bir problemin var, salam verdiyimi heç görmədin, nə kömək edə bilərəm sənə. Başa düşdün? Amma ona görə biz şuur altı qatında işləyirik, şuur səviyyəsində isə insanların düşüncələri üzərinə işləyirlər.